Hər vaxtınız xeyir dəyərli müəllimlər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən növbəti sualların izahlarını paylaşacağam. İzaha keçmədən öncə qeyd edeyim ki, oktyabrın sonlarına doğru onlayn qrupumuzla, yeni bir qrupla dərslərə başlayırıq. Dərslər həftədə 3 dəfə olacaq. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımından ibarətdir. Digər ikisi isə normal hər dərs təşkil olunacaq mövzuların izahları və onların təşkil olunması ilə əlaqəli tam ətraflı məlumat üçün 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qrup sırf olaraq ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub, oktyabrın sonlarına doğru başlayacaq bu qrupumuzda endirimli qrupdur, endirimlər var, yazıb ətraflı məlumat əldə etmək olar. Vaxt itirmədən keçək sualların izahına. 1. Uyğun olmayanı müəyyən edin. Coğrafiya sözündə istənilən sayda şəkilçi artırsaq, vurğu dəyişməz. Coğrafiyanın, coğrafiyada, coğrafiyadır. Bu doğru fikirdir. Çünki coğrafiya sözündə vurğu ikinci hecəyə düşür və biz ona hansı şəkilçini artırırıq, yenə də alınma söz olduğuna görə vurğu öz yerində stabil qalacaq. Bu da alınma sözün verdiyi tələbdir. Yəni, bu fikir doğrudur. Doğru fikrin qarşısında nə yazılıb? Doğru yazılıb. Deməli, burada uyğunluq gözlənilib. Biz uyğun olmayanı axtarırıq. Optik sözünə saitlə başlanan şəkilçi artırdıqda son samit özünün cingiltili qarşılığına keçir. Saitlə başlanan şəkilçi artırdıqda belə olur. Optikin. Baxın, bu dəyişmədi. Yəni, heç nəyə keçmir. Bu fikir yanlışdır. Yanlışdır. Qarşısında nə yazılıb? Yanlış. Deməli, yanlış fikrin qarşısında yanlış yazılıb, uyğunluq gözlənilib burada da. Qaş sözünə cəm şəkilçisi artırsaq, yəni qaşlar. Sözün leksik mənası dəyişməz. Əlbəttə ki, dəyişməz. Bu doğru fikirdir. Nə yazılıb? Doğru. Deməli, uyğunluq gözlənilib. Qoşa D-də işlənən sözün deyilişi ilə yazılışı arasında fərqli məqam yaranmaz. Biz bunu dəqiq deyə bilmirik. Baxın, biri var ki, addım sözü. Addım sözündə həqiqətən də qoşa D-də olan sözdür. Deyilişi ilə yazılışı arasında fərqi yoxdur. Amma mən bunu kiçik dəyişib eləsəm ki, addımlayırıq eləyim. Addımlayırıq olur. Məsələn, A-ıya keçir, Q-xıya keçir tələffüzü necə olur? Baxın, addımlayırıq olur tələffüzü. Bu zaman yenə D-dı var və deyiliş və yazılışı arasında fərq oldu. Yəni, D-nin olub-olmaması ümumi sözün deyilişi ilə yazılışı arasında fərqin olub-olmayacağı mənasına gəlmir. Bu fikir hər ehtimalda, hər formada yanlış fikirdir. Qarşısında nə yazılıb? Yanlış. Deməli, uyğunluq gözlənilib. Y hərfi x diksiyasını ifadə edə bilməz. Y hərfi ancaq Y kimi tələffüz oluna bilər və ya əgər qoşa Y gəlibsə, söz tərkibində iyyat, iyyət, iyyə şəkilçilərində Y-nin biri düşə bilər, amma Y səsi x diksiyasını ifadə edə bilməz. Bu fikir tamamilə doğru fikirdir. Doğru fikrin qarşısında nə yazılıb? Yanlış. Demək, burada uyğunsuzluq var. Fikir doğrudur, amma qarşısında yanlış yazılıb, uyğun olmayan Y variantında olacaq. Davam edirik növbəti sualdan. 2. Altından xətt çəkilmiş isimlərlə bağlı ortaq olmayan fikirləri. Əldəymə yarama, yaram dərin yaradır. Deyingən nənəmə deyingənlik yaraşar. Hal şəkilçisi qəbul etməsələr də leksik şəkilçi ilə işləniblər. Gəlin əvvəla təhlil eləyək bunları. Əldəymə yarama. Yarama sözünün kökü yarmaq feilidir. Yarmaq feili ilə yara ism əmələ gəlir. Mənim yaram mı mənsubiyyət, yarama a yönlük hal. Deyingənlik deməkdən deyinmək, i burada bitişdiricidir. Ondan deyingən sifətindən də deyingənlik ism əmələ gələr. Hal şəkilçisi qəbul etməsələr də leksik şəkilçi ilə işləniblər. Hal şəkilçisi qəbul etməsələr də yarama sözündəki sonuncu a yönlük haldır, qəbul edib. Bu ortaq olmayan fikirdir. Bir, ona görə götürüləcək ortaq olmayan kimi. Tərkibində leksik şəkilçi ilə yanaşı qrammatik şəkilçi də var. Deyingənlik sözündə 3 dənə leksik var, qrammatik yoxdur. Bu da ortaq olmayan fikirdir. Eyni təhlil sxeminə aid ümumi isimlərdir. Eyni təhlil sxemi ola bilməz. Birində 1 leksik, 2 qrammatikdir. Digərində 3 dənə leksikdir. Ona görə
Bu fikir də səhvdir. Hər ikisi fərqli kontekstdə xəbərlik şəkilçisi qəbul edə bilər. Yaramadır, deyingənlikdir. Bəli, eləyə bilər. Bu ortaq fikirdir. Ona görə bunu götürə bilmirəm. Kökü feil olan, tərkibində 3 şəkilçi olan sözlərdir. Yarama sözünün kökü yarmaq feilidir və tərkibində 1, 2, 3 dənə şəkilçi var. Deyingənlik sözünün kökü demək feilidir və tərkibində 1, 2, 3 dənə şəkilçi var. Şəkilçinin nə şəkilçisi olduğunu qeyd eləmir. Sadəcə deyir ki, tərkibində 3 şəkilçi var. Bu doğru fikirdir. Yəni, xüsusilə, məsələn, tərkibində 3 leksik, 3 qrammatik desəydi, bu zaman yanlış götürmək olardı. Amma hər ikisinin kökü feildir. Hər ikisinin tərkibində 3 dənə şəkilçi var. Bu, ikisi üçün ortaq fikirdir, tamamilə doğrudur. Ortaq olmayan üçün bunu götürə bilmirəm. Mücərrəd isimlərdir. Yara mücərrəd deyil, konkretdir. Ona görə bu yanlış fikirdir, ortaq ola bilməz. Ortaq ola bilməzlə biz götürə bilirik variant kimi. Yəni, ortaq ola bilməyənlər 1, 2, 3, 6-cı fikirlər olacaq. Cavabımız Y variantı. Davam edirik növbəti sualdan. Cümlə ilə bağlı uyğunsuzluğu. Deməli, doğrudur, yanlışdır. Bu tipli testləri işləyərkən əvvəla bu şərti yaddan çıxardırıq. Sonra doğrudur, yanlışdır şərtinə fikir vermirik. Biz sadəcə nəyə baxırıq? Bizə verilən cümlə ilə bu hissəni uyğunlaşdıraq və üstəgəl, yəni doğrumuzu seçək, doğrudursa üstəgəl qoyaq, səhvdirsə çıx qoyaq. Testli işləmə mexanizmini sizə izah eləyəcəm. Deməli, dördbucaqla bağlı cümlə bu hissədə verilir. Deyir ki, əsgər təlaşla içəri daxil oldu. Buranı silim. 2 düzəltmə 1 sadə zərf işlənib. Təlaşla sözündə təlaş kök, təlaşla içəri sadə. Deməli, burada 2 düzəltmə 1 sadə yox. 1 düzəltmə 1 sadə var. Bu fikir yanlışdır. Qarşısına qoyuram çıx. Zərflər müxtəlif məna növündədir. Təlaşla tərz hərəkət zərfidir. İçəri yer zərfidir. Müxtəlifdir. Bu fikir doğrudur. Daha sonra dördbucaqla bağlı 4-cü fikrə baxıram. Quruluşca sadə və mürəkkəb zərf işlənmişdir. Burada mürəkkəb zərf yoxdur. Bu yanlış fikirdir. Qarşısına qoyuram çıx. Sonra gəldim romba. Sırağa gün bizə xeyli qonaq gəlmişdi. 2 sadə zərf işlənmişdir. Biri bunun sırağa gündür. Biz əvəzliyik xeyli qonaq. Xeyli qonaq isminə aid olan saydır. Burada zərf yoxdur. Bir dənə sadə zərf var. Sırağa gün. 2 dənə deməli yanlışdır. Çıx qoyuram. Yalnız bir zərf işlənmişdir. Bu fikir doğrudur. Burada sırağa gün yalnız bir dənə bu zərf var. İndi müəllimlər, burada doğrudurun altından üstəgəl qoyduğum doğru fikirdir. Yəni 2. Doğru cavabı qeyd edirəm. 2. Yanlışdırın altından da çıx qoyduğum yanlış olacaq. 2, 4. Deməli, mənim uyğun fikrim olacaq 2, 4. Əgər məndən şərtdə uyğunluğu istəsəydi 2, 4 götürərdim. Uyğunsuzluğu dediyinə görə tamamilə bunun əksini götürəcəm. Yəni, yerdə nə qalır? 1, 3, 5 uyğunsuzluqdur. 2, 4 uyğun olandır. Uyğunsuzluq olacaq B variantında. Yəni, siz doğru yanlışı əvvəla görməzdən gəlirsiniz. Fikirlərin doğru yoxsa yanlış olduğunu üçün üstəgəlinizi, çıxınızı qoyursunuz. Sonra baxıram ki, doğru fikrin altında üstəgəl qoyduğum 2-dir. Yanlışdırın altında çıx qoyduğum 4-dür. Deməli, 2 ilə 4-ün mənim uyğun olan fikrimdir, cavabımdır. Şərtə də baxıram ki, uyğun istəmir, uyğunsuzu istəyir. Deməli, bunun tərsini götürəcəm. 1, 3, 5-im. Keçirik növbəti suala. Qışda havalar soyuq olduğu kimi, payızda da olur cümləsində işlənən nitq hissələrinin morfoloji xüsusiyyətlərlə bağlı səhvləri istəyir. Cümlədə 2 zərf işlənmişdir. Qışda havalar soyuq olduğu kimi, soyuq olmaq mürəkkəb feildir, hava isimdir, kimi qoşma, payızda zərfdir. Bəli, 2 dənə zərf işlənib doğru fikirdir. Feil sifət tərkibi işlənmişdir. Qışda havalar soyuq olduğu kimi olur. Nə tərzdə? Soyuq olduğu kimi. Bəli, feil sifət tərkibi işlənmişdir, doğrudur. İsimlərdən biri cəmdə işlənib. Havalar cəmdə işlənib. İsimlərdən biri. Başqa nə ismi var ki burada? Baxıram, qışda zərf, bir dənə hava ismi var. Soyuq olduğu, soyuq olmaq, feil, kimi qoşmaq, payızda zərf. Burada başqa isim yoxdur. İsimlərdən biri o deməkdir ki, bu cümlədə başqa bir isim də var. Məsələn, 2 dənə isim var. O 2 isimdən biri cəmdədir. Amma bu cümlədə elə bir dənə hava ismi var. İsimlərdən biri yox. Elə cümlədə işlənilən yeganə isim cəmdədir. Şərt belə olmalıydı. Ona görə bu fikir səhvdir. Cümlədə işlənən sifət tərkibin asıl tərəfi kimi çıxış eləyir. Cümlədə işlənən sifət. Bu cümlədə sifət yoxdur. Çünki
Soyuq olmaq burada mürəkkəb feildir. Burada hər hansı bir soyuq sifətindən söhbət gedə bilməz. Səhv fikirdir. Zaman zərflərindən biri müstəqil, digəri tərkib daxilində zaman zərfliyidir. Nə edir? Olur. Nə zaman olur? Payızda olur. Qışda havalar soyuq olduğu kimi. Nə vaxt qışda havalar soyuq olduğu kimi? Nə tərzdə daha doğrusu? Bəli, qışda zərfi olduğu feil sifətinin tərkibində zərflikdir. Biz amma burada nə tərzdə sualını verdik. Nə tərzdə olduğu kimi. Bu tərz hərəkət zərfliyidir. Zaman zərflərindən biri müstəqil, digəri tərkib daxilindədir, amma zaman zərfliyi ifadəsi yanlışdır. Payızda nə zaman? Bu zaman zərfliyidir, müstəqil olan. Amma tərkibin daxilindəki kimi bənzətmə qoşması ilə işlənmişdir. O zaman zərfliyi deyil. Bu yanlış fikirdir. Müstəqil işlənən olmaq feili xəbər vəzifəsindədir. Nə edir? Olur. Zamandır, xəbər vəzifəsidir. Bu fikir doğrudur. Yəni doğrularımız olacaq 1, 2 və 6. Bizdən səhvləri istədiyinə görə tam tərsini götürdük. 3, 4, 5. Cavab B variantı olacaq. Davam edirik növbəti və sonuncu sualdan. Sonuncu suala keçmədən öncə yenə qeyd edirəm ki, oktyabrın sonlarına doğru sırf olaraq ibtidai sinif müəllimləri üçün kimlər ki MİQ və sertifikasiya imtahanına hazırlaşır, onlar üçün onlayn qrupla sıfırdan dərslərimiz başlayır. Dərslərimin səhvi də 3 dəfə olur. Bu 3 dərsin biri məhz mətnlərin canlı yayımına həsr olunur. Digər 2 dərsimiz isə mövzuların izahı və dərs zamanı minimum 2 sınaq və onların izahı ilə təşkil olunur. 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayaraq tam ətraflı məlumat əldə edə bilərsiniz. Davam eləyək 5-ci sualdan. Verilmiş sözlərdən hansı xəbərin ifadə vasitəsi olarsa, cümlənin mübtədası təkcə subyekt deyil, həm də obyekt kimi çıxış eləyər. Bu əslində çox çətin sual kimi görsənən çox bəsit bir sualdır. Biz feilin qayıdış növünü öyrənərkən qeyd edirik ki, qayıdış növ mübtədası işi həm icra eləyən subyektdir, həm də üzərində icra olunan obyektdir. Məsələn, deyək ki, qız darandı. Belə bir cümlə verilir. Daranmaqdan daranmaq, qız darandı. Nə etdi? Darandı. Burada mübtəda qızdır. İşi kim icra eləyir? Qız. Qız işi kimin üzərində icra eləyir? Öz üzərində. Qız özünü darayır da, düzdürmü? Deməli, burada qız işi icra elədiyinə görə subyektdir. İşi öz üzərində icra, yəni öz saçını daradığına görə, öz üzərində icra elədiyinə görə eyni zamanda obyektdir. Yəni, mən burada elə bir feil qoymalıyam ki, o feil qayıdış olsun ki, həmin qayıdış feilin mübtədası işi həm özü görsün, həm də öz üzərində görsün. Yəni, həm subyekt olsun, həm də obyekt olsun. Deməli, qayıdış növ feil axtarıram mən. Yazılacaqdır, yazmaqdan yazılmaq. Kimsə tərəfindən yazılacaqdır. Bu məchul növdür. Ona görə mən götürə bilmərəm. Qocaldır, qoca sifətindən qocalmaq. Ümumiyyətlə, ıl şəkilçisi sifətə artırıla bilməz. Burada sadəcə sifətdən feil yaradan leksik şəkilçisi var. L şəkilçisidir bu. Və burada məlum növ feili var. Qayıdış növdən söhbət edə bilməz. Bəzəndir, bəzənməkdən bəzənmək. Biz bəzəndi feilini həm məchul, həm də qayıdış növ kimi düşünə bilərik. Məsələn, otaq bəzəndi desəm məchuldur, qız bəzəndi desəm qayıdışdır. Yəni, mən bunu qayıdış kimi düşünə bilirəmsə, çıxış edə bilər deyirəmsə, deməli götürmək olar. Qız bəzəndi. Qız işi görən qızdır, özü bəzənir. Kimin üzərində eləyir? Öz üzərində, öz-özünü bəzəyir. Deməli, həm də obyekt. Ruhlandı, ruhdan ruhlamaq feili yoxdur. Ruhlan bütöv leksikdir. Deməli, bu məlum növ feildir. Deyindi, deməkdən deyinmək. İnsan öz üzərində deyinir. Ona görə işi həm görən odur, həm də öz üzərində elədiyinə görə eyni zamanda həm obyekti, həm subyekt qayıdış növ feildir. Göründü, görməkdən görünmək. Uzaqdan məsələn əlinin başı göründü. Bu qayıdış növ feildir. Çünki işi icra eləyən də özüdür, öz üzərində də icra eləyir, həm subyekti, həm də obyekti hesab olunur. Yəni biz qısacası qayıdış növ feilləri axtarırıq. Bu da bəzəndi, deyindi və göründü feilləridir. Cavabımız olacaq 3, 5, 6 C variantı. Bugünkü videonun da sonuna gəldik, dəyərli izləyicilər. Kanala abunə olaraq videolarımızı bəyənib paylaşmağı unutmayın. Sağ olun, növbəti videolarda, növbəti izahlarda görüşərik.